Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə əsl yay və yaz aylarına uyğun çox ləzzətli, meyvəli bilincik tortunun hazırlanmağını bölüşürəm. Videomu sonra kimi izləyib, kanalıma hələ də abunə deyilsinizsə abunə olmağı və videomu like etməyi unutmayın. Tortumuz çox ləzzətli alındı, çox dadlı idi. Sobasız hazırlanan ən dadlı tortlardandır. Siz də mütləq bu resepti hazırlayın. İçərisində görürsünüz, çox gözəl görünür. Keçək hazırlama qaydasına. Qaba yumurta, şəkər tozu, vanil, duz əlavə edirəm. Üzərinə 2 stəkan süd əlavə edirəm. Daha sonra isə un əlavə edirəm. Dəqiq ölçüləri videonun açıqlama hissəsində qeyd edəcəm. Unu ələkdən keçirirəm və tel çırpıcı vasitəsilə qarışdırıram. İstəsəz mikserlə də qarışdıra bilərsiniz. Düyün qalmayacaq şəkildə qarışdırdıqdan sonra qabartma tozu və qalan südü əlavə edib yenidən qarışdırıram və ən sonda üzərinə 2 stəkan yarım isti su əlavə edib bir tərəfdən də qarışdırıram. Və hazır olan kütləni süzgəc vasitəsilə süzürük ki, içərisində düyünlər qalmasın. Gördüyünüz kimi nə qədər düyünlər çıxdı. Bu şəkildə süzüb yenidən böyük bir qaba əlavə edirəm. Və üzərinə duru yağ əlavə edirəm. Duru yağı da bir qədər qarışdırıram və kütləmizi otaq şəraitində yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra yanmaz yapışmaz bir tava götürürəm və içərisində bir neçə damla duru yağ əlavə edib fırça ilə yayıram. İsti tavanı içərisinə bilincik xəmirindən əlavə edirəm və hər tərəfinə bərabər şəkildə yaymaq üçün tavanı tez-tez çevirirəm. Bir tərəfi bişdikdən sonra isə digər üzünü ehtiyatla çevirib onu da bişirib başqa bir qaba qoyuram. Qeyd edim ki, çox bişirib qurutmayın, çox tez bişir. Nəticədə hazır olan xəmirimizin də necə duruluğunu görürsünüz. Məhz bu şəkildə olmalıdır. Dəqiq ölçülərlə hazırlasaq sizdə də bu şəkildə olacaq. Hər birini gördüyünüz qayda ilə hazırlayıb bir-birinin üzərinə qoyuram. İstifadə etdiyim tavamın diametri 28 cm-dir. Daha kiçik tavada etsəniz, məhlulu bir qədər az götürməlisiniz ki, qalın olmasın. Və hər birini eyni qaydada hazırladım, bir-birinin üzərinə yığdım. Gördüyünüz kimi hazırdır, çox incə, zərif yuxalar oldu. Krem olaraq isə bu torta ən çox yaraşan qaymaqlı kremdən istifadə edirəm. 300 qram qaymağı qatlaşdırılmış südlə birlikdə çalıram. Onun da reseptini, tam ölçülərini yazacağım aşağıda. İçərisində meyvələri istifadə edə bilərsiniz. Qaymaq hazır məndə var idi deyənə onun hazırlanmasını çəkmədim. Amma çox istəsəniz qaymaq hazırlama videosu kanalımda var. Linkini videonun açıqlama hissəsində yerləşdirəcəm. Yuxalar soyduqdan sonra keçirəm hazırlanmasına. Əvvəl gördüyünüz kimi yuxaları düz istiqamətdə qoydum. Daha sonra xatırladım ki, mən bunları üzərinə örtü olaraq istifadə edəcəyim üçün yaxşı tərəfi üstə olmalıdır. Ona görə də iç tərəfini üstə gələcək şəkildə belə yığıram. Mən 24 cm-lik çəmbərin içərisində belə yığdım. Qoyduğum yerlərə də krem əlavə edirəm və bərabər şəkildə kremi yayıram. Videoda görünür. Meyvə olaraq istədiyiniz meyvədən istifadə edə bilərsiniz. Mən bugün çiyələk və kivi istifadə edəcəm. İstəsəniz banan və yaxud da əlavə başqa hansı meyvələr sevirsinizsə, nə qədər meyvəsi çox olsa o qədər dadlı olur. İçərisinə bir ədəd yuxa yerləşdirirəm. Üzərinə krem və meyvələrdən əlavə edirəm. Daha sonra yenidən bir yuxa daha əlavə edirəm. Onun da üzərini kremləyirəm. Kremi çox qalın çəkmirik, çünki
Yuxalarımız çox nazik olduğuna görə kremin miqdarını mümkün qədər incə çəkmək lazımdır. Dörd-beş ədəd yuxanı üst-üstə yerləşdirdikdən sonra üzərini kremləyirəm və yenidən meyvə əlavə edirəm. Və 5 ədəd birinci yuxasını isə bu formada içərisini kremləyib, meyvədən əlavə edib, rulon formasında büküb, ortasına yerləşdirirəm. Və bir-birinə sıx şəkildə bu şəkildə yerləşdirdim. Bunun da üzərinə kremdən əlavə edirəm. Eyni qayda ilə təkrar 3-4 qat nə qədər birinci qalıbsa o şəkildə düzürəm. İstəsəniz bu formada əks istiqamətdə də belə yuxalar hazırlayıb yığa bilərsiniz. Mən bu şəkildə daha rahat olacağını düşündüm və bu şəkildə etdim. Məncə əsl yaz yay aylarına yaraşacaq yüngül bir tortdur. Siz də mütləq hazırlayın. Nəticələri mənimlə bölüşün mütləq rəy bölməsində fikirlərinizi gözləyirəm. Sizin ən çox sevdiyiniz tort hansıdır? Mütləq yazın. Və məndən başqa hansı reseptləri çəkməyimi istəyirsinizsə, fikirləriniz mənə maraqlıdır. Onları mütləq çəkməyə çalışaram. Həm də mənə də fikir olar. Və yuxalarımız bitdi. Hər birini eyni qayda ilə bir-birinin üzərinə əlavə etdim. Kremlədim, meyvələrini qoydum və üzərini örtürəm. Kənar hissələrə saxladığım yerləri isə üzərinə bu şəkildə örtürəm. Bu tortun bəzəyi də çox asandır. Vaxt az olanda mütləq bu tortdan hazırlaya bilərsiniz. Və orta hissəsinə biraz qaymaq əlavə edirəm. İstədiyiniz kimi evdə olan meyvələrlə bəzəyə bilərsiniz. Məndə çiyələk qalmışdı, ondan əlavə etdim. Və çiyələklə məncə çox gözəl görünür. Üzerini bu şəkildə bəzəyib hazır etdikdən sonra soyuducuda 3-4 saat saxlayıram. Daha sonra isə qəlibdən çıxarıram. Əgər vaxtınız varsa, çalışın ən az 6 saat soyuducuda saxlayın. Çünki tort özünü tutanda daha dadlı olur. Və tortumuz hazırdır. Çox ləzzətli oldu. Hər kəs çox bəyəndi. Siz də mütləq bu reseptlə hazırlayın. İnanın ki, peşman olmayacaqsınız. Neyi başa düşməsəz, rəy bölməsində mütləq yazın. İzlədiyiniz üçün təşəkkür edirəm.